Məhərrəm ayında toy etmək olarmı? Ən çox verilən suallardan biri budur. Baxın, Məhərrəm ayında toy, bayram, ad günü etmək, şadyanalıq etmək Əhl-i Beytə hörmətsizlik hesab olunduğuna görə olmaz. Baxın, həmin vaxtı Peyğəmbər Əhl-i Beyti qəm-qüssə içindədir. Bu zaman sən durursan, bir müsəlman kimi şadlıq eləyirsən. Əlbəttə ki, bu yaraşmaz. Öz atanı, əzizini əldən versən. Halbuki imamlarımız bizə, Peyğəmbər bizə ondan da əzizdir. Həmin gündə bayram edərsənmi? Etməzsən. Bəzi xalq var, hər bir xalqın özünün şad günləri var. Hər bir xalqın özünün hüzün günləri var, qəm günləri var. Həmin günlərə hörmətlə yanaşır. Azərbaycan xalqı həm müsəlman olaraq, həm Əhl-i Beytin sevənlərindən olaraq bu günlərə ehtiram edir. Necə ki, 20 yanvarı. 20 yanvar günü toy etmək olarmı? Quranda yoxdur deyənlər, Məhərrəm ayında yoxdur Quranda toy etmək. Cavabımız budur. Qurani Kərimdə 20 yanvarda toy etmək, Xocalının 26 fevralda toy etmək qadağandırmı? Quranda varmı? Xeyr. Toy elərsənmi? Xalqına, millətinə 20 yanvarda Xocalda tökülən qanlara hörmətsizlik eləyərsən. Ona görə bu sualları verəncə belə şeylərə diqqətli olun. Biz ən əzizimizi əldən belə verəndə belə şeylərə diqqətli oluruq. Bizə dəvətnamə verəndə narahat oluruq ki, mən yas içindəyəm, mən qəm içindəyəm, filan kəs mənə dəvətnamə verib. İndi bizim ən əzizimiz burada İmam Hüseyn əldən gedibsə, əlbəttə ki, biz burada bu ehtiramı qorumalıyıq. Kim də xalqın inancına hörmət edirsə, gərək buna ehtiramla yanaşsın. Niyə? Axı deyirik, səs çoxluğu, demokratiya, xalqın istəyi. Azərbaycan xalqının iki tarixi yaddaşı çox güclüdür. Bir, bayramlardan Novruz bayramı, iki, Aşura. Xalq özü toy eləmir. Nə üçün bəziləri xeyirlə, zorla bu xalqa həmin günü toy eləməkdən danışırlar? Deməli, o adamlar özləri xalqın inancına hörmətlə yanaşmalıdırlar. Xalq özü toy eləmək istəmirsə, xalqı azdırmayın, xalqı çaşdırmayın.